Ofelia xanım, niyə münasibətdə şəxsi sərhədlərimizi qoyanda özümüzü günahkar hiss edirik? Bu izləyicilərimizin ən çox soruşduğu suallardan biridir. İstəyirik ki, cavablandırasınız. Baxın, insan bəzən sərhəd qoyanda və yaxud da ki, özü üçün nəsə istəyəndə buna haqqı yoxmuş kimisinə gəlir ona. Ona görə də özünü günahkar hiss eləyir. Yəni uşaqlıqda nə isə deyəndə, məsələn, bu mənim xoşuma gəlmir. Ya da mən məsələn, alma yox, heyva yemək istəyirəm deyəndə, ailəsi əgər onu təsdiqləməyibsə və yaxud da nətər, yəni heyvadan daha azı kimi bəzi cümlələrdən gəlibsə ona görə böyüyəndə, yetişkin olanda öz haqqını, öz sərhədlərini qoya bilmir. Çünki o hər zaman uşaq olanda, sərhəd qoyulanda özünü günahkar eləmiş az yaşlı biridir. Ona görə içindəki uşağı yetkinləşdirmək, özünə doğru davranmaq və süni şəkildə özünü pis hiss elədiyi halda belə artıq sərhədlərini qoymaq bu insanın köməyinə çatacaq. Münasibətdə sərhəd qoymayanda isə bir şey yadınızda saxlayın. Ailənizdəki modeli siz münasibətinizdə sadəcə olaraq tətbiq edirsiniz və bu sizin nə qədər xoşbəxt edə bilər ki? Bu qədər.